Sabahın xeyir Vəfa. Nə baş verir? Narahat görünürsən. Salam Natiq, bir müddət əvvəl aldığım televizorla bağlı problem yaşayıram. Ekranda qəfildən ləkələr əmələ gəldi. Görüntü itdi. Məhsulu servis mərkəzinə yoxlatdırdım. Ekspert malda istehsal qüsurunun olduğunu bildirdi. Hətta bununla bağlı əlimdə qüsur aktı da var. Mağaza isə zəmanət müddətinin bitdiyini deyir. Necə yəni? Nə qədər müddətdir ki almısan? 1 il yarım olar. Mağaza deyir ki, 1 illik zəmanət müddəti bitib, heç nə edə bilməzlər. Vəfa, məhsulun zəmanət müddəti 2 ildən az olsa və heç olmasa belə, qanunvericilik sənin hüquqlarını qoruyur. Doğrudan? Qanun bu məsələ ilə bağlı nə deyir? Qanunvericiliyə görə zəmanət müddəti 2 ildən azdırsa və bu müddət bitibsə, buna baxmayaraq alıcı malın ona verildiyi gündən 2 il ərzində malda qüsur aşkar edibsə, məsuliyyəti satıcı daşıyır. Lakin bu halda alıcı həmin qüsurların məhsulun ona verilənədək yarandığını sübuta yetirməlidir. Bu zaman keyfiyyətsiz malın lazımi keyfiyyətli malla əvəz edilməsini, malın alış qiymətinin uyğun məbləğdə azaldılmasını, malın qüsurları təxirə salınmadan əvəzsiz qaydada aradan qaldırılmasını, həmin qüsurların aradan qaldırılmasına çəkilmiş xərclərin əvəzinin ödənilməsini, həmçinin alqı-satqı müqaviləsinin icrasından imtina edərək ödədiyin pul məbləğinin qaytarılmasını tələb eləyə bilərsən. Bəs mağaza tələblərimi yerinə yetirməsə? Bu halda Anti-İnhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinə, eyni zamanda məhkəməyə müraciət edə bilərsən. Əgər satıcı qanuni tələbləri yerinə yetirməzsə, inzibati məsuliyyətə cəlb oluna bilər. Təşəkkür edirəm Natiq. İndi gedib hüquqlarımı tələb edəcəm. Hüquqlarını bil və tələb et.